özlərini hədəf qoyan igid olmuşdur. Azərbaycan tarixinə qələbə sözünü qızıl hərflərlə yazanlardan olmuşdur Hacı. Bizim tarixi torpaqlarımızı, tarixdə çox az hadisə baş verir ki, Azərbaycanın və yaxud da hansısa bir dövlətin itilmiş torpaqları geri qaytarılsın. Biz bunu canlı şahidi olmuşuq. Azərbaycanın itilmiş torpaqlarını, itilmiş nüfuzunu qaytaran şəhidlərimizdən olmuşlar Hacı. Biz bugün burada Birinci Qarabağ müharibəsi. Digər şəhidlərimizin, onların yaxınlarını, onların əzizlərini görürük. Onların məğrur buluşunu görürük. Mekanın cennet olsun güzel bunu. Canlarından keçən oğulların analarını görürük. Onlar hər birinin qarşısında baş əyir, hər birinə isə təbii arz edirik. Arz edirik ki, bugündən sonra Azərbaycan tarixində müharibə sözü olmasın, müharibə sözü yazılmasın. Biz sülh şəraitində bu gözəl ölkəmizdə açıq səma altında yaşayan bizim gələcək nəsillərimiz müharibə sözünü ancaq əsərlərdə, dastanlarda, romanlarda, Şəhid atamız, Rafiq qardaşımız. Şəhid analarımız xalq olaraq müzakirəsinin qarşısında baş əyirik, sizə səbir arzulayırıq, sizə dözüm arzulayırıq. Allah bağlarınıza rəhmət eləsin. Amin. Salam atam. Şadlıqda görüşürük. Mekan cennet olsun. Salam atam. Ne dersen? Geçen vətən oğullarından biri də Hacıyev Hacıdır. 2020-ci il sentyabr ayının 27-sində 2-ci Qarabağ müharibəsi başladı və vətənimizin hər bölgəsindən Azərbaycanımızın qeyrətli oğulları bu müharibədə iştirak etmək üçün döyüşlərə qatıldı. Hacı Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərkən qəhrəmancasına şəhid oldu. Hal-hazırda kəndimizdə 2 şəhid var. İbrahim Xasiyev isə 1992-ci il sentyabr ayının 27-sində Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətənimizin işğaldan azad olunmasında çoxlu sayda şəhidlərimiz, qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də Allah can sağlığı versin. Biz indi fəxrlə deyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq. 2020-ci il noyabr ayının 10-da vətənimizin igid oğulları torpaqlarımızın 20%-ni düşmən tapdağından azad etdi. Məhz vətən oğlumuz Hacı Hacızadə də Azərbaycanımızın azadlığı uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər etmiş, vətən uğrunda ölümün gözünə dik baxmış igidlərimizdən biri olmuşdur. Tədbirimizdə çıxış üçünsüz Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatının sədri Natiq müəllimə verilir. Buyurun. Bizim baş tacımız olan əziz şəhid analarımız, şəhid atalarımız, bizim qonşu rayondan da gələn bizim şəhid ailələrimiz var. Mən ilk öncə hər birinizi salamlayıram. Hörmətli tədbir iştirakçıları, Güllü kəndinin sakinləri, əziz bizim balacalarımız, gələcəyimiz olan. Bilirsiniz, biz artıq 5 ildir ki, bizim şəhidlərimizin anım günlərində, doğum günlərində, ilin müxtəlif vaxtlarında, müxtəlif tədbirlərlə biz daim şəhidlərimizin yad edirik, onların yanındayıq, ailələrinin yanındayıq. Bu bizim borcumuzdur, şəhidlərimizə olan bir vəfa borcumuzdur. Çünki bugünkü Azərbaycanın müstəqil, suveren bir Azərbaycanda yaşamağı bizə onlar nəsib edirlər. Əlbəttə, o tarix 5 il keçsə də elə bil ki, dünənki kimi bizim xatirimizdədir. Çünki o tarix elə bir tarixdir ki, Azərbaycan xalqının həyatında, dövlətin həyatında 200 illik bir Azərbaycan dövlətinin tarixində belə bir hadisə olmamışdır ki, bizim itirilmiş torpaqlarımız, işğal olan torpaqlarımız özümüzə qaytarılsın. Bilirsiniz, biz 91-ci ildə ikinci dəfə müstəqilliyimizi bərpa edəndən sonra Azərbaycanın o vaxtki dövründə həm daxildə gedən çaxnaşmalar, həm Respublikamızın iqtisadi tənəzzülü, bir tərəfdən də bizim yağı düşmənlərimizin 89-cu ildən başlayan hadisələrlə əlaqədar olaraq torpaqlarımızın işğal olunması, yəni artıq elə bir vəziyyətə çatmışdır ki, Azərbaycan dövləti çətinliklə
qanla əldə olunan müstəqilliyimizin itirilmə təhlükəsi var idi. Və əlbəttə ki, bilirsiniz, 1-ci Qarabağ müharibəsində də bizim gənclərimiz, igidlərimiz qəhrəmanlıqla, igidliklə vuruşdular. Baxmayaraq ki, o dövrdə çətin idi, ordu qurucuq hələ inkişaf eləməmişdi, pərakəndəli idi, müasir silahlarımız yox idi. Yəni buna baxmayaraq, yəni qanımızda, ata-babalarımızdan bizə miras qalan o mərdlik, igidlik, qanımızda olan bu vətənpərvərlik o vaxtda özünü göstərmişdi. O vaxtda da 1-ci Qarabağ savaşında da biz igidlərimiz qəhrəmanlıqla vuruşdular. Bugün də aralarımızda onlardan bizə nümunə kimi qazilərimiz qalıbdır, müharibə iştirakçılarımız qalıbdır, şəhidlərimiz olubdur. Yəni nə demək istəyirəm? Biz o vaxtda da qəhrəmanlıqla vuruşduq. Ancaq çox təəssüflər olsun ki, torpaqlarımızın 20% işğal olundu. Elə o vaxtda da bizim ilk işimiz, elə dövlətin də ilk işi, bilirsiniz, 93-cü ildə müstəqilliyimizin itirilmə təhlükəsində olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldi və elə Ulu Öndərin də ilk işi, daha doğrusu ilk işlərindən biri atəşkəsin elan olunmasına nail olmaq oldu 94-cü ildə və iqtisadi, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi yolunda dövlətin əsas prioritet istiqamətləri idi ki, bilirsiniz, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. O cümlədən də ordu quruculuğuna, güclü ordu quruculuğuna, istər cənab prezidentin dövründə, Ulu Öndərin dövründə də əlbəttə ki, ən böyük birinci nömrəli işimiz, dövlətin işi, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək arzusu olub. Və əlbəttə ki, biz bu arzuya istədik ki, dövlət olaraq sülh yolu ilə nail olaq. Ancaq çox təəssüflər olsun ki, həm qonşu düşmən olan bizə Ermənistanın mövqeyi, həm onlara havadar çıxan dövlətlərin mövqeyi, həm xarici təşkilatların bizə qarşı olan ikili standartları bu sülh müqaviləsini əldə etməyə imkan vermədi və bizim torpaqlarımıza qarşı olan terrorlara, təxribatlara cavab olaraq hamımızın gözlədiyi o 27 sentyabr 2000-ci il tarixdə cənab prezident Müzəffər Aliyev Başkomandan irəli əmrini verdi. Və əlbəttə ki, mən deyərdim ki, bu irəli əmrini biz 30 il idi gözləyirdik. Bu əmrə Azərbaycan Respublikasının igidləri, gəncləri, oğulları əlbir olaraq bu irəli əmrinə cavab verərək irəli atıldılar. Bizim namusumuz, qeyrətimiz, azadlığımız, suverenliyimiz uğrunda vuruşa başladılar. Təsəvvür edin ki, bizim içimizdə nə qədər qisas, intiqam yığılıb qalıb ki, bu savaş cəmi 44 gün çəkdi. Özdə yəqin ki, içimizdə hərbiçilər var, onlar daha yaxşı bilərlər. Təsəvvür edin ki, biz hücum edən tərəf, müdafiə olan tərəf, qeyriyyətlər uyğundur, dağlıq şəraitlər, belə bir ərazidə bizim şanlı ordumuzun igidləri, əskərləri böyük bir qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edədilər. Və əlbəttə ki, bu 44 günün sonunda bizim bir, elə cənab prezident də deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı və alınmaz qala sayılan Şuşa əməliyyatı. Xüsusilə də bizim Hacı qardaşımız da, bizim qaxırlar da həmən əməliyyatda şəhid olublar. Bunlardan biri də bizim Hacızadə Hacı qardaşımızdır ki, bu Şuşa əməliyyatlarında böyük qəhrəmanlıq göstərərək adlarını tarixə yazdılar. Və o əməliyyatlar, bu əməliyyat yəqin ki, içərimizdə Şuşada olanlar olmuş olacaqdır. Mən də bir iki dəfə olmuşam, Cıdır düzündə olmuşam. Hansı ki, bizim o sıldırım qayadan baxanda, baxmağa belə cəsarət eləmədiyimiz o sıldırım qayaları bizim yiğidlərimiz az da olsa müəyyən hərbi yüklə dırmaşaraq, əl və yaxud döyüşərək küçələrdə böyük bir igidlik, qəhrəmanlıq göstərdilər. Yəni, bilirsiniz, bu Şuşa əməliyyatı dünya hərb tarixinə adını yazdırmış əməliyyatlardan biridir. Nəinki dünyada hərbi ekspertlər, hətta erməni generalları belə bu Şuşa əməliyyatını əfsanə adlandırdılar. Biz düşməni məcbur elədik ki, kapitulyasiya aktına qol çəksin. Və əlbəttə ki, bilirsiniz, əldə etdiyimiz bu zəfərdən sonra düşmənin, belə deyim ki,
bundan dərs almadılar və yenə də müəyyən ərazilərdə, torpaqlarımızda terror aktları törətməyə başladılar və buna cavab olaraq da bilirsiniz 2023-cü ilin 19 gecəsi, 20-sinə keçən gecə qısa xarakterli, lokal xarakterli biz antiterror əməliyyatları ilə biz tam suverenliyimizə qovuşduq. 2024-cü ilin elə sentyabr ayının 19-da da Cənab Prezidentin sərəncamı ilə 20 sentyabr bizim suverenlik günümüz oldu ki, hansı ki bu il biz suverenliyimizin ilk ilini qeyd elədik. Bilirsiniz, Cənab Prezidentin dövründə bizdə bayramların sayı 3 bayramda artdı. Cənab Prezidentin sərəncamı ilə suverenlik günümüz, bayraq günümüz və zəfər günümüz. Bu 3 bayramdan ikisi sırf əldə olunan bu zəfər 4 günlük savaşla bağlıdır və bir də bizim anım günümüz var 27 sentyabr. Həm bu 3 bayram, həm anım günü, bunlar hamısı bizim bir xalqımızındır. Bu bayramlar üçün biz şəhid vermişik, qan tökmüşük. Bizim igid oğullarımız hansı ki bilirik ki, onların içində subaylar var ki, hansı ki gələcəkdə bu evlənmək arzuları var idi, həyat qurmaq arzuları idi. Bizim evli olan şəhidlərimiz var ki, övladlarının xoş günlərini, xeyir gönüllərini, yaxşı günlərini görmək istəyərdilər. Yəni onlar bizdən ötürü bu xalqın suverenliyi, müstəqilliyi, namusumuz, qeyrətimiz uğrunda şəhid oldular. Əlbəttə şəhidlik mən deyərdim ki, ən ali məqamdır, ən ali yüksək bir yerdir ki, hansı ki bəlkə də içimizdə hər birimiz o məqama çatmaq istəsək belə çata bilmərik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Nə qədər ki Azərbaycan dövləti var, xalqımız var. Onlar bugünü yaşadan, suveren, müstəqil Azərbaycanlıları bizə bəxş edən o illərini heç vaxt unutmayacaqdır. Bugün onların adına məktəblər var, küçələr var, bağçalar var, parklar var, küçə başlarında bulaqlar var. Onların adına bugün yeni ailə quran ailələrdə şəhidlərimizin adları bizim balaca körpələrimizə qoyulur. Bugün onlar bizə böyük bir vətənpərvərlik məktəbi qoyub gediblər. Hansı ki bu məktəb, mən inanıram ki, bu məktəbdən bəhrələnən xalqımız, xüsusilə də gənclərimiz bizə bəxş olunan bu müstəqil Respublikamızı daha da inkişaf etdirərək gələcək nəsillərə çatdıracaqlar. Bugün şəhidlərimizin ruhu şaddır. Bugün Qarabağımızda böyük quruculuq, abadlıq, tikinti işləri həyata keçirilir. Bugün 6 şəhərimizdə artıq bizim məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtıblar. Balacalarımız, məktəblərimiz orada təhsil alırlar. Yeniyetmə gənclərimiz Qarabağ Universitetində təhsil alır. Qısacası Qarabağda həyat qaynayır. Yenə təkrar edirəm, bu qaynayan həyat üçün Qarabağın hər yerində, nəinki Qarabağın, bugün Respublikamızın hər yerində dalğalanan o möhtəşəm, düşmənə göz dağı olan o üç rəngli bayrağımız dalğalanması üçün biz bugün Müzəffər Ali Baş Komandana, ordumuzun mənsublarına, şəhidlərimizə, sağlamlıqlarından olmuş qazilərimizə, müharibə şəxslərimizə borcluyuz. Yenə təkrar edirəm, onların yeri cənnətlikdir. Allah şəhidlərimizin valideynlərinə, yaxınlarına, doğmalarına səbir versin. Allah dövlətimizi qorusun. Bugün də torpağımızın keşiyində duran ordumuz var, ordumuzu qorusun. Qoy müstəqilliyimiz əbədi, daimi, dönməz olsun. Diqqətinizə görə təşəkkür. Qafqan İcra Hakimiyyətinin nümayəndəsi Malik müəllim. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, şəhid anaları, ataları, mən də bizim qonşu rayonlardan gələn dəyərli şəhid ailələri var, burada Tərlan Raygil var. Hər birinizi salamlayıram. Rayonumuzun rəhbəri Elvin müəllimin adından bütün şəhid ailələrini salamlayıram. Şəhidlərimizə uca Allahdan qəbirlərin nurla dolmasını, ruhlarının şad olmasını diləyirəm. Natiq müəllim bayaq çıxışında qeyd elədi. Bizim 1-ci Qarabağ müharibəsinin 92-ci ildən üzü bu yana vətənimizin azadlığı uğrunda, suverenliyi uğrunda rayonumuzun igid oğulları ümumilikdə bu dövrə qədər
182 nəfər şəhidimiz var. Elə Turaclı nümayəndəliyinin də 3 kəndi var. Turaclı, Marsan, Çüküllü. Bu 3 kəndin 8 igidoğlu Vətən uğrunda canından keçib şəhidlik zirvəsini qalıb. Həsənov Süleyman, Abbasov Ramil, Abbasov Arif, Kazımov Elnur, Abdullayev Əziz, Şabanov Kamran, Xasiyev İbrahim və Hacızadə Hacı. Eyni zamanda çoxlu sayda bu kəndin qaziləri var. Hansı ki, Vətən uğrunda canlarının bir hissəsini itirərək, sağlamlığını itirərək 50 dərəcə salıb. Çox sayda müharibə veteranları var, müharibə iştirakçıları var. Mən şəhidlərimizin yaxınlarına, doğmalarına səbir diləyirəm, başsağlığı verirəm, qazilərimizə, veteranlarımıza acil şəfa diləyirəm. Allah hər birinə can sağlığı versin. Natiq müəllim öz çıxışında zəfərimizin əldə olunması, o periodların hamısını ifadə elədi, qeyd etdi. Mən bizim bu zəfərimizin ilk qığılcımlarının ilk müjdəsini 2016-cı ilin aprel döyüşlərinə yönləndirmək istəyirəm. Aprel döyüşlərində biz Lələtəpənin azad olunması, Talış kəndi istiqamətində strateji yüksəkliklərin əldə olunması ilə və eyni zamanda düşmənə Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin belə deyək də göstərdiyi ilk qəhrəmanlığı, yəni biz artıq torpaqlarımızı işğaldan azad etmək ərəfəsindəyik və edəcəyik. O heç zaman istəmirdi ki, müharibə olsun. Çünki müharibə itki deməkdir, yaxınını itirmək deməkdir, əzini itirmək deməkdir. Ancaq düşmən bu aprel döyüşlərindən bir nəticə çıxarmadı. Onlar yenə öz fikirlərində, öz xülyalarında qaldılar. Nəticədə hələ əlavə torpaqlara, əlavə Azərbaycanın ərazilərini işğal etmək niyyətinə düşmüşdülər və nəticədə biz 2020-ci ildə sentyabr ayında bu Vətən müharibəsini, onların əməliyyatlarını qarşılamaq, əks hücumlarını dəf etmək üçün Vətən müharibəsinə başladıq. Və tarixlə qalan proseslərin hər biri sizə məlumdur. Bizim qələbəmiz oldu, zəfərimiz oldu, ancaq yarımçıq qalmış işlərimiz var idi. Düşmən yenə də tör-tökülüntüləri öz niyyətlərindən əl çəkmirdilər. Elə 2022-ci ildə sentyabrın 12-sindən 14-nə keçən günlərdə baş vermiş təxribatın qarşısını alan zaman bizim 80 nəfərə yaxın yeni Azərbaycan igidoğulları şəhidlik zirvəsinə ucaldı. 2023-cü ildə antiterror əməliyyatları 23 saat 45 dəqiqəlik antiterror əməliyyatlarında isə bizim 205 nəfər Azərbaycan övladı, o cümlədən rayonumuzun da 5 igidoğlu şəhidlik zirvəsinə ucaldı. Bu qədər bizim şəhid anaları var, şəhid ataları var. Onların qarşısında çıxış eləmək insana olduqca ağırdır. Çünki biz onların 5 ildir ki, mən bu şəhid ailələrlə hər gün demək olar ki, ünsiyyətdəyəm. Onların nə hisslər keçirdiyini, onların arzularını, diləklərini bir övlad kimi hiss edirəm və onların qarşısında həqiqətən çıxış eləmək, onların ağrısına şahidlik etmək hər birimiz üçün çətindir. Ancaq bir ümid yerimiz, bir güman yerimiz var. Arxamda dayanan Vahid dayı 1-ci Qarabağ müharibəsi şəhidi Elnurun atasıdır. Ancaq o kişinin övladının ruhu bugünkü gündə şaddır ki, İbrahimin ruhu şaddır, Arifin ruhu şaddır. Nəyə görə? Çünki onların övladlarının qanı tökülən torpaqlarda bugün üçrəngli bayraq dalğalanır. Təsəlli yeri budur. Düşmən ayağının altında deyil, artıq bizimdir o torpaqlar. Və o torpaqlarda yaşayış bərpa olunur. Yavaş-yavaş öz köçkünlərimiz, məcburi qaçqınlarımız həmin yurd yuvalarına qayıdırlar. Analara, atalara təşəkkür edirik ki, onlar belə qəhrəman övladlar dünyaya gətiriblər. Vətənbərlər ruhda böyüdüblər və onlar hər şeydən əziz olan canını bu vətən üçün veriblər. Mən bir daha bütün şəhid anaları, şəhid ataları qarşısında baş əyirəm. Onlara can sağlığı arzu edirəm. Çalışsınlar daha çox yaşamağa və bu övladları çətindir. Övlad acısını yaşamaq rahat deyil. Əlbəttə ki, ancaq yaşamağa çalışmalıdırlar ki, bu övladları yaşadaq. Nə qədər ki, Azərbaycan xalqı var. Onun rəhbəri olan Cənab Prezident Ali Baş Komandan İlham Əliyev var. Güclü Azərbaycan ordusu var. Yumruq kimi birləşən Azərbaycan xalqı var. Bu qəhrəman övladlar heç bir zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
hörmətli mərasim iştirakçıları, əlbəttə bu günlərin danışmaq bizim üçün çox ağırdır, çətindir. Amma içimizdə bir qürur var ki, bütöv Azərbaycan görürük. Mən sizlərin hər birinizə təşəkkür edirəm. Bugün bu gözəl mərasimi qarşılayırsınız. Hər il ya xatirə kimi keçirirsiniz. Hər birinizə öz ailəmiz adından, Hacıyevlər adından minnətdarımızı bildiririk. Bütün şəhidlərimizə, qazilərimizə, şəhidlərə o uca zirvədədir onlar. Artıq cənnətdir. Cənnətin qapıları onlar üçün açıqdır. Qazilərimizə də arzu edirik ki, bundan sonra bütün qayğılardan istifadə edərək canları sağ olsun. Bu günlərim əlbəttə ki, mən nə demək istəyərdim? Tarix bizə çox şeylər göstərdi. Göstəribdir daha doğrusu. Mən elə onu sadəcə bizim ailədən bir balaca qeyd eləmək istəyərdim ki, elə bizim babalarımız, 2 dənə babamız güllələnib torpağa salınıbdı, kəfənsiz bastırılıbdı. Elə erməninin xəyanət dərəcəsində. Bəli, ikimizin Onların də. xəyanəti ilə. Bax, mənim qardaşım, Allah rəhmət eləsin, 90-cı ildə 20 yanvardan qabaq əlinə tüfəng götürüb Qarabağa can atan ağlarlardan biri olub. Allah rəhmət eləsin. Mənim qohumum. Bugün əlbəttə ki, Hacı da elə onun davamçısı kimi getdi, canını fəda etdi. Mən bir şey xatırlayıram ki, biz bunları yola salanda bu uşaqlar, cavan uşaqlar hamısı elə gedirlər, elə bir ki, gəlin gətirməyə gedirlər, harasa. Harasa gəlin gətirməyə gedirlər. Melis, indi biz gedirik də gəlin gətirəmiz maşınlarla, bunlar elə maşına minib getdilər. Bu birliyi mən heç unuda bilmirəm. Bu birlik bu uşaqların canında necə yarandı? Necə bunların içində his var idi? Bunların içindəki təpər, his. Həqiqətən də mənim tüklərim biz olur. Biz də indi bizim devrimizdə də müharibə olubdur. Biz də görmüşük hamı. Amma bunları mən təsəvvür edirəm ki, belə bir nəsil yetişdi, getdi, torpağı, vətəni, devləti qorudular. Sağ olsunlar, Allah rəhmət eləsin hər birinə. Bütün şəhid ailələrine başsağlığı verirəm. Allah Teala sizə səbir versin. Əlbəttə ağır itkidir, böyük itkidir. Hamımızın içi yanır. Bütün Azərbaycan xalqının içi yanır. Nə olardı, olmayardı, ancaq oldu. Mən yenə qeyd edirəm ki, biz 30 il nələr çəkdik. Amma 30 ilin başında əlbəttə ki, Azərbaycan torpağı bütovdur. Məmməd Araz demişkən deyir, vətən mənə oğul desə nə dərdim? Mamur olub qayalarda bitərdim. Bax, bunlar mamur olub qayalarda bitənlərdən oldular. Bütöv Azərbaycan yaratdılar. Bunlar gül olub Azərbaycan bitdilər. xalqının arxası Çiçək olub bitdilər. Azərbaycan xalqına elə bir gün gətirdilər ki, bu günü biz unuda bilmərik. Bu bütöv torpaqlarımıza, mən körpələrimizə arzu edərdim, belə vətənpərvər olsunlar, həmişə bir-birini sevib, bir-birini qoruyan olsunlar. Bütün xalqımıza bunu tövsiyə edərdim öz adımdan. Bütün hər bir insan bir-birini sevən olsun. Bu torpaq, bu millət, bu devlət, bu xalq bizimdir. Bu xalqın, bu torpaqdan biz heç yerə getməyəcək. Mən yenə deyirəm ki, mənim bu boyda bir nəsilə 3 dənə bizdə şəhid olubdur deyərdim ki, 3 dənə. Mən də Bir 4 nəsilə dənə. Bu boyda udar deyibdi. Qardaşım tüfəng götürüb Qarabağa gedib vuruşub, bəlkə o da şəhid ola bilərdi. Deyirəm ki, yəni bir nəsilə bu boyda udar vurulub, artıq gəlib bu devlət, bu xalq, bu millət, bu torpaq bütöv olubdur. Bunu qorumaq lazımdır. Eşq olsun sizlərə. Hər birinizə minnətdarıq. Elə qardaşımın adından da, öz adından da, bütün Hacıyevlər nəsli adından sizlərin hər birinizə təşəkkür edirik. Hər birinizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, Azərbaycanımız bütöv olsun. Bütün elə dövlət nümayəndələrində də çox sağ ol deyirik. Hər ili gəlirlər, beləcə qeyd edirlər, yada salırlar. Allah Teala bir daha bizim devlətimizi, torpağımızı, millətimizi bütöv eləsin, bir yerdə eləsin. Hər birimiz bir-birimizə dayaq alalım. Eşq olsun sizlərə, ey mənim xalqım. Sizlərin hər birinizə minnətdarıq. Baş əyirəm anaların qarşısında, şəhid anaların qarşısında. Hər birimizin borcudur. Hörmətimizi bacaran qədər eləməliyik. Bu uşaqların gələcəyi bax belə birlikdən asılıdır. Bu birlik olmasa gələcəyimiz
Allah eləməsin, məhv ola bilər. Bir olun, bir yerdə olaq, hər birimizi sevək, vətəni, torpağı, milləti, xalqı, devləti sevmək lazımdır. Sağ olun, var olun. Hər birinizə minnətdarıq. Çıxış üçün söz Küdürlü kənd ümumi orta məktəbinin şagirdlərinə verilir. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın niyə gözüm yaşlıdır. Şəhidimə laylay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizə qıyan düşmən gəlsin lənətə, göz yaşımı sildim, ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpımında canından keçən görmədim. Torpağıma canım deyən görmədim. Bugün sizi vətən bildim, ağladım. Şəhidlər ölmür ki, qəlbdə yaşayır. Onları sükut edirik. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənim düşməsin dara, baxmayıb soyuğa, borana, qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdür şəhidlər. Sorğusuz sualsız cənnət göstərir, şəhid şərbətini içdi şəhidlər. Borcu cürtüyə desin gəlib gedənlər, vətən üçün canından keçdi şəhidlər. Quranda ayə var, Allah sözüdür. Bunu şəhidlər ölməyib sağdır deyirlər. Bunu isbat etmək haqqın sözüdür. Allahın yanında ruzi yeyirlər. Siz vətən yolunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Da gördüm mən səni. Bu bayraq qanına boyanıb oğlum. Vuruşub çalışdım bu vətən üçün. Bu elə canını verdin sən oğlum. Səninlə fəxr edir bütün el-oba. Çünki sən işıqsan nurlu sabaha. Sənin tək oğullar gəlməz bir daha. Sən ata-anana fəxr oldun oğlum. Mərtəbən Allaha dayanıb oğlum. Ana 18 il böyütdü oğlun. Vətən 18 ay qoruya bilmədi. Hər gün, hər gecə gözlədi yolun. Oğul bir daha dönə bilmədi. Neçə evin çırağı söndü. Çox körpə atasını görə bilmədi. Ananın həyatı zülmətə döndü. Oğul bir daha dönə bilmədi. Neçə ana oğulsuz qaldı. Çox uşaqdan oldu arxa dayaqsız. Çoxları həyatda qaldı yarsız. Ən uca zirvəyə qalxdı şəhidlər. Analar hər dəqiqə fəryad etdilər. Hər gün, hər gecə. Ortadadır həqiqət, yurdum azad nəhayət. Sevinəcək bu millət, gözün aydın ey vətən. Bu işə giriş tələs, açılacaqdır qəfəs. Şuşa alacaq nəfəs, gözün aydın ey vətən. Bu torpaqdan güc aldıq, düşməni dərdə saldıq. Sonda qələbə çaldıq, gözün aydın ey vətən. Salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhsunun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan. Dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır nur ata. Hər zaman qürurlu ol, həmişə
Soruşmayın şəhid adlı yaramı. Düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma. Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Vətənə köməyə ehtiyacında, yetdilər imdada dar ayağında. Qanların tökdülər torpaq uğrunda, adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Şəhidlik adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ey şəhid, gözlərin bulağı oldun. Ruhundan qəlblərin çeşməsi daşır. Hər qəlbdə, könüldə doğma iz qoydun. Hər evdə, ocaqda adın dolaşır. Ey şəhid, qürurla anamız vətən, şanlı bayrağıyla bələdi səni. Çünki o bayrağı öz qanınla sən boyayıb qorudun ana vətəni. Ey şəhid, ruhunu alan mələklər şəhadət verdilər şəhidliyinə. Allah məqamına verərək dəyər, cənnətli ibadət qurdurub sənə. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözüm yaşlıdır? Mən şəhidimə laylay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim, ağladım. Müharibədən keçir neçə il, neçə ay. Ürəkdən gülə bilmir şəhid anası. Oğluna körpə vaxtı oxumuşdu laylay. İndi qəbri üstündə çəkir ahu vay. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, sən yenə də diş tutursan. Sinəsini düşmənə sipər edənlər qorxmadı, ömrünü itirəcəkdir. Vətən öz oğlunda şəhid verənin yerində min oğul bitirəcəkdir. Bir ürək daşıyır bu böyük dərdi. Bir ürək daşıyır bu böyük dərdi. Gözündə yaş olmasa da qüdrətli tərdir. Bir səbirli ana, sənin qiymətin çoxdur. Şagirdlərimiz öz vətənpərvərlik sevgilərini dillərin yazıb olanlar. Biz də Turazlı məktəbinin təmsilçisi kimi həm müəllim kimi çıxış edəcək, həm də milyonlarla şəhid qardaşının bacısı kimi, Elnur Kazımovun bacısı kimi çıxış edəcək. Mənim həqiqət anam oğlu dərdindən əridi, şam kimi közərdi, yandı, həyatını itirdi. Lakin mənə bir dayaq olaraq milyonlarla şəhid anaları təşəbbüs elədi. Və bütün şəhidlərimizin qarşısında baş əyirəm, bir şəhid bacısı olaraq özümdə bir fəxr bilirəm ki, mən məhz Elnur Kazımovun və milyonlarla şəhidlərimizin bacısıyam. Allah hamısına rəhmət eləsin. Və bu xalq 30 il inlədi, ağladı, Qarabağ, Azərbaycan, vətən dedi. Amma sadəcə özünü yoldu, özünü döndü vətən yolunda. Amma xalqımız 30 illik illətdən sonra dedi, bəs, yetər. İndi sən erməni, necə gəlmisənsə, o cür səni arxaya öz qüvvəmizlə, dəmir yumruq kimi birləşərək, o şəhid anaların ağaran saçlarına rağmen qanımızı tökə-tökə sizi innət arxaya gəldiyiniz yerə döndürəcək.
Bəli, sağ olsun. Vətən sağ olsun. Hər bir şəhid anası, şəhid atası, qardaşlarımız, bacılarımız, dul qalan qadınlarımız, hər bir şəhid övladları hamısı deyir ki, vətən sağ olsun. Çünki biz türk oğluyuq. Çünki biz öz qanımızı hərbi vətənpərvərlik suyu ilə, qanı ilə yoğurmuşuq və hər zaman da düşmənə öz yerimizi göstərməyə hazırıq. Hər bir anaların qarşısında baş əyirəm və yenə də deyirəm ki, şəhid bacısı olaraq vətən sağ olsun. Nə qədər ki, türk oğlanlarımız var, nə qədər ki, türk analarımız var, Koroğlu kimi, Nəsimi kimi, dərisi soyulsa belə vətən deyən Nəsimi kimi oğullarımız var. Bəli, bu şəhidlər o oğulların törədisidir və biz Azərbaycanlıyıq, türk oğluyuq. Hər zaman milli ordumuz vətənin qarşısında mərd, cəsur duracaqlar. Mən buna əminəm. Vətənimiz sağ olsun, Qarabağ Azərbaycandır. Xalqımız da hər zaman dəmiri yumruq kimi bu şəhid qardaşlarımızın məzarı üstündə ağlamasınlar. Sadəcə fəxr eləsinlər ki, biz məhz Azərbaycanlıyıq. Vətənimlə fəxr eləyirəm, qardaşlarımla fəxr eləyirəm. Sağ olun, analar. Allah var eləsin. Şükür söz Almalı kəndindən şəhid anası Şəffaf xanım. Hamınıza salam olsun deyirəm. Allahın salamı olsun. Bugün biz şəhid balamızın Hacızadə Hacının Rafiq oğlunun 5-ci il dönümünə yığılmışıq. Çətindir, bizlər üçün çətindir. Çünki evlad itirmək, evlad acısı görmək analar üçün həddən artıq ağırdır. Mən çox gözəl başa düşürəm bu hal bacımı. Bilirəm ki, evlad acısı nələrini göstərir. Bütün şəhid analarına öz timsalında olmaqla hamısına çox səbr arzulayıram. Bütün şəhid balalarımıza illərindən asılı olmayaraq hamısına məkanları cənnət olsun deyirəm. Onlar hamısı vətən üçün, namus üçün, qeyrət üçün hamısı canlarından keçdilər, cavan canlarından keçdilər onlar. Torpaqlarının alınmasında hamısının əməyi çox oldu. Arzuları yarımçıq qaldı. Hamısına yerləri, məkanları cənnət olsun deyirəm. Bahar bacıma da, Rafiq qardaşıma da, onun bacısına, qardaşlarına, hamısına dərin hüzur və baş sağlığı verirəm. Allah vətənimizi qorusun, ordumuzu qorusun, əskərlərimizi qorusun. Bu postda durub əli qabarlı, ayağı soyuqda duran, qarda duran o əskər balalarımız var. Onları qorusun. Heç bir ananın gözü yolda qalmasın. Heç bir ana evlad acısı ilə sınağa çəkilməsin. Bizim analarımıza da hamısına, bütün dünyada olan bütün şəhid analarına çox səbr arzulayıram. Almalı kənd şəhidi Qarayev ananın atası Qarayev Çingizə verilmişsiniz. Mən də öz növbəmdə bütün hərbi istəklərini salamlayıram və Allahdan Rafiq qardaşıma, bacıma səbir diləyirəm və bizim üçün çox ağırdır şəhid tədbirlərində danışmaq və biz nə qədər ağır olsa da sonunda fəxr edirik ki, evladlarımız torpaqlarımızın azadlığı üçün, bütövlüyü üçün öz canlarından keçdilər və onlar Azərbaycan bütövlüyü uğrunda canlarını fəda elədilər və onların ruhları şaddır ki, bugünkü gündə torpaqlarımız azaddır və bizim bu gül balalarımız açıq səma altında şən, firavan böyüdürlər və onlar bu şəhid məzarları üzərində belə şeir dedikcə, gül dəstələr qoyduqsa bizə o nə boyda qürur vericidir və onlar fəxr edirik ki, balalarımız onların gələcəyi üçün, onların azad firavan yaşamaları üçün öz canlarından keçdilər və onların ruhu bugünkü gündə şaddır. Bir daha Rafiq qardaşıma Allahdan səbir diləyirəm və bütün şəhid valideynlərinə səbir diləyirəm. Onların minnətdarlığını bildirirəm ki, onlar bir-birinə dəstəkdirlər, bir-birinə bu tədbirlərdə yaxından iştirak edirlər və nə deyək? Zaqatalıdan şəhid Turan Məhərrəmovun həyat yoldaşı Sayfa xanıma verirsiniz. Buyurun. Mən də ilk öncə
öncə başda şəhidlərimizin əziz ruhları olmaqla, şəhid ailələri olmaqla tədbirdə iştirak edən hər bir kəsi salamlayıram. Mən Zaqatala şəhidi, xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı, 2022-ci ildə qisas əməliyyatında şəhid olmuş Turan Məhərrəmovun yoldaşıyam. Həqiqətən şəhid tədbirində danışmaq, cümlələri seçmək belə çox ağırdır. Çünki insan bir o qədər fəxr eləyir, qürur duyur, bir o qədər də çox çətin olur. Həqiqətən şəhidə layiqli bir cümlə seçmək, şəhid haqqında danışmaq həqiqətən ağırdır, bir o qədər də qürurludur. Allah bu çətin yolda hər birimizə səbir versin. 5 il keçdi artıq vətən müharibəsindən, qazanılan o zəfərdən 5 il keçdi. 5 il keçməsinə baxmayaraq, yəni bu acı, bu ağrı, bu yara bizlər üçün yəni sağalmazdır. Yəni hələ də acısı ilk günkü kimidir, hələ də ürəyimizdə o acı ilk günkü kimi sızlayır. Yəni tək təsəlli tapdığımız, yəni o torpaqların artıq Azərbaycanda olmasıdır. Yəni o torpaqlarda Azərbaycan bayrağının dalğalanmasıdır. Azərbaycan əskər zabitinin dayanmasıdır. 92-ci ildən bu yana yəni vətənimiz çox belə deyim şəhidlər verdi. O şəhidlərimizin qisası 2020-ci ildə başda Hacı qardaşımız olmaqla minlərlə şəhidlərimiz aldı. Yəni qanları yerdə qalmadı. Yenə torpaqlarımız bütövləşmədi. Yenə də təəssüflər olsun ki, 2022-ci ildə qisas əməliyyatında yoldaşım Turan başda olmaqla bir neçə postlarımız işğaldan azad edildi və 2020-ci ildə şəhid olmuş qardaşlarımızın qisası alındı. Yenə də təəssüflər olsun ki, yenə də şəhidlərimiz oldu. Yenə də bununla kifayətlənmədi. Yenə düşmən 2023-cü ildə antiterror əməliyyatında bir neçə rayonlarımız işğaldan azad olundu və 22-ci ildə şəhid olmuş qardaşlarımızın, elə yoldaşım başda olmaqla şəhidlərimizin qisası alındı və artıq Azərbaycan bütövləşdi, xəritə tamamlandı. Yəni bu oğullar vətənə olan sevgisini, yəni qanlarını o vətənə tökməklə, qanları ilə yazdılar o tarixi. Qanları ilə arzularından, xəyallarından, ailələrindən belə vaz keçərək vətənə olan sevgilərini bir daha göstərdilər və sübut etdilər. Tək istəyimiz indən sonra heç bir evə şəhid xəbərinin getməməsidir. Bir daha vətənimizdə müharibənin olmamasıdır. İnşallah indən sonra hər zaman sülh olar, əmin-amanlıq olar. İndən sonra heç bir ailə, yəni şəhid xəbəri deyə heç bir oğlunu, yoldaşını, qardaşını qarşılamaz inşallah. Bizlər gördük, Allah heç kəsə qismət eləməsin. Bizim də yenə deyirəm tək təsəllimiz bu şəhidlərin unudulmamasıdır. Çox sağ olun ki, siz də unutturmursunuz. Bu 5 il müddətində hər zaman biz şəhid ailələrinin yanındasınız, unutmağa qoymursunuz. İnşallah ki, indən sonra da bu belə davam eləyər. Çox sağ olun, Allah şəhidimizin ruhunu şad eləsin. Bu çətin yolda Allah hər birimizə bolluca səbir versin. Sağ olun. Zaqatala Lahaç kəndindən şəhid Vüsalın atası Nəsib bəyə verirsiniz. Salam tədbirçiləri, tədbir iştirakçıları hər birini salamlayıram. Şəhid analarını, atalarını salamlayıram. Allah şəhidimizin yolunu şad etsin. Rafiq qardaşa səbir etsin. Ailə üzvlərinə səbir versin. Həqiqətən çox çətindir belə bir tədbirdə. Cümlə seçmək, şəhid haqqında danışmaq, qısılış eləmək. Allah şəhidlərimizin yolunu şad etsin. Hamınızı salamlayıram. Bütün şəhid analar qarşısında baş əyirəm. Onsuz ki, şəhidlərimiz cənnətdədir. Bir daha cənnət arzulayıram. Mənim də öz arzum var, cənnət arzulayıram. Qazilərimizin silah tutan əllərindən öpürəm. Bizim icra başçısına da xoş gəldin deyirəm. Yeni icra başçımız təyin olunur. Arzu edirəm bir daha müharibə olmasın. Dünyaya sülh, əmin-amanlıq arzulayıram. Şəhidlər haqqında danışmaq çox ağırdır. Qələbə dövlət başçımız, Dəmir Yumruqlu prezidentimizi həmişə dayaq olmuşam, dəstək olmuşam, çağırış eləmişəm, çox sayda tədbirlər keçirmişəm. Bütün kitabların vətənpərvər mövzuda atam, həkim atam Hüseynəli həkimin, Çüdülü kənd həkiminin sayəsində müəllimə
Xədicə müəllimənin sayəsində hətta axırıncı 6 dildə Yurdu Talan Xarı Bülbül poemasını pensiya kartını alaraq çıxartmışam. Bacardığım qədər prezidentimə, millətimə, dövlətimə xidmətdə olmuşam. Mənim borcumdur ki, həmişə də döyüşə də könüllü yazılmışam. Aparmayıblar ki, qadınsan, kişilər getməlidir öndə. Mən də deyirəm ki, danışmaq çox ağırdır mənim üçün. Yazsam da danışa bilmirəm. Şəhid analarına deyirəm. Əziz ana, can ana, demə mənə vay ana, mənim tək oğul doğan, gərək məğrur dayana. Sən bir şəhid anası, sonaların sonası, o analar ağlasın, vardı namərd balası. Siz çox bizim qürur mənbəyimizsiz. Qarşınızda baş əyirəm, gözlərinizdən öpürəm. Bütün silah tutan oğullarımızın əllərindən öpürəm. Əskərlikdə olan oğullarımıza can sağlığı, xoşbəxtlik, toy arzulayıram. Ali Baş Komandanımıza, prezidentimizə can sağlığı arzulayıram. Ona xəyanət edənlərə lənət edirəm. Bu qədər gözəl prezidentimizə 30 ildə səndimə necə böyük ağır zərbələr, inandığı insanlar zərbə vurub. Gəlin, arzu edirəm ki, birləşərək Azərbaycanımızı bir daha günəşləndirək. Çox sözlər demək istəyirəm, ancaq çox acıyıram. Şəhid mənim qohumumdur. Şəhid mənim kəndçimdir. Şəhid mənim elimdir. Marsan kənd orta məktəbinin adını daşıyan Əziz Abdullayevi öz qucağımda böyütmüşəm nənəmlə. Anası müəllim oxumağa gedəndə. Mənim çıxış elədi bu dəqiqə şəhid balamın əmisi mənim qohumumdur. Həm də bizim ikimizin qohumumuz diri-diri bastırılıb. Bax, Çüdürlü kəndində, bir qozun altında. Bir atamın dayısı da o vaxtı sürgün olunub, qəbirstanlıqdan qibləsiz bastırılır. Yəni biz həmişə mübarizə aparır. Şərif Şərifov adlı adam Yapon müharibəsinin sərkərdəsi olub. Mən həmişə çalışmışam ki, Tomrislər kimi mübarizə aparım, vətənimə xidmət edeyim. Həmişə oğullarımızın yanında durmaq istəmişəm. Çünki oğullar bizim fəxrimizdir, qürurumuzdur. Sağ olun, var olun, Allah sizlərə can sağlığı versin. Bütün Azərbaycan uğrunda birliyə çağırıram hamını. Sağ olun. Tədbirimizi bağlayan etmək üçün son sözü şəhidimizin atası Rafil Bey edir. Bütün bugün bu anın günündə iştirak edən hər bir kəsi ürəkdən salamlayıram. Çox sağ olun deyirəm. Sağ olun ki, burada mənimlə birlikdəsiz. Hər bir kəsə təşəkkür edirəm. Müəllim kollektivinə təşəkkür edirəm. Etiqad olub sərsəri, ülfət də azalıb nə vaxtdan bəri. Siz ey məmləkətin müəllimləri, ülfət dərsi keçin bu uşaqlara. Vətən alanları tanımaq üçün, vətən satanları tanımaq üçün, vətən sevənləri tanımaq üçün millət dərsi keçin bu uşaqlara. Elmlə göyləri aşmasanız da, Hipokrat andını içməsəniz də, qeyri fənləri keçməsəniz də, qeyrət dərsi keçin bu uşaqlara. Sizə təşəkkür edirəm. Şəhid analarının, şəhid atalarının qarşısında mən baş əyirəm. Qısa danışım. Allahdan səbir diləyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Məkanları cənnət olsun. Qazilərimizə Allah şəfa versin. Müharibədə iştirak edən hər bir kəsə can sağlığı arzulayıram. Arzu edirəm ki, bu qara bulutlar bir dəfəlik Azərbaycanımızın üstündən çəkilsin. Bir də bu acını heç bir ailə yaşamasın. Gözəl əmin-amanlıq arzulayıram. Hamınıza burada iştirak etdiyinizə görə can sağlığı arzulayıram. Necə can sağlığı? Mənə elə ömür arzulayır ki, ölüncə ümman tək çağlaya bilim. Qapı pəncərəni öz evimdəki, özüm açıb özüm bağlaya bilim. Bu cür can sağlığı arzulayıram. Çox sağ olun. Heç kim getməsin. Ehsan süfrəsi olacaq. Hamınızı dəvət edirəm. Allah teşekkür ederim. آمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات والأحياء منهم والأموات برحمتك يا أرحم الراحمين والحمد لله رب العالمين الفاتحة بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم
İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim ve lad-dâllîn.